eləyəm. Nə? Xəncər deyirəm də. Hə, Allah bilir neçə min qiyməti var. rəhmətli özü kömək eləyib də Əzrailə. Özü də adına layiq. Murad, şahmat hardan tapa bilərəm? Şahmatı neynirsən? Oğlumun hardansa beyninə girib boksa getmək istəyir. Getsin də. Boksun şahmatı nə dəxli var? Bilirəm, dəxli yoxdur. İstəyirəm şahmat alım ki, bəlkə başı qarışa boks yadından çıxar. Düz eləmirsən Eldar müəllim. Həvəsi varsa qoy getsin, mane olma. Gül kimi idmandır. Harası deyə Gül? Gündə ağız burnu patladıb göndərəcəklər üstümə. Kişi deyil. Bir gün döyər, bir gün döyülər. Uşaq vaxtı mən də futbolu xoşlayırdım. Evdən qoymadılar. Məncə Tarıqovu da görmüşəm. Deyəsən orada olmalıdır şahmat. Bilmirsən, Vefbank neçə ildir fəaliyyət göstərir? 7 ildir. Mən də yaranan gündən orada mühasib işləyirəm. Fətəliyevin qətli bank işi ilə bağlı ola bilər? Məncə yox. İşçilərə qarşı münasibət necə idi? Normal. Bəs Səməd Orucova qarşı? Muavini. Çox yaxşı. Vaqif müəllim Səməd öz oğlu kimi baxıb. Nə mənada? Yaxın olublar da, evinə gedib gələn adam idi. Xanımlara xüsusi diqqət ayırardı. Gəzdiyi qadın vardı. İndi kim gəzmir ki? Özü də bankir. Deyirlər